Salamlar dostlar. Bu mənim kanalımdakı ilk videomdur. Bu kanalda əsasən vlog tipli videolar çəkməyi fikirləşirəm. Hal-hazırda Özbəkistandayam. Təhsil üçün Özbəkistana gəlmişəm və burada bir müddətli yaşamaq fikrindəyəm və hal-hazırda mən Özbəkistanın Taşkənd şəhərindəyəm. Yəni paytaxt olan Taşkənddəyəm. Və sizlərə bu videoda Taşkənddə market qiymətlərini göstərəcəm dostlar sadəcə. Mənim üçün burada məşhur bir mağaza var ki, Korzinka, Azərbaycanda Bravo kimi, Almarket kimi məşhur olan bir mağazadır. Və mən gedəcəm bugün sizə oranın əşyaların, Korzinkada olan hər bir şeyin qiymətini göstərəcəm. Ümid edirəm yaxşı bir videolar. Videoma like atmağı, kommentariyalarda gözəl şərhlərinizi yazmağı gözləyirəm. Və ən əsasda kanalıma abunə olsanız çox sevinərəm dostlar. Əslində qalsa biraz heyecanlıyam. Çünki bu kanalımda ilk videomdur, amma bundan əvvəl mənim bir dənə kanalım var idi. Yəni orada da 600-ə yaxın izləyicim var, amma ümumilikdə o kanal o qədər də belə yüksək səviyyəli bir kanal deyil, yəni professional bir kanal deyil. Sadəcə bu kanalı istəyirəm daha professional formada inkişaf elətdirim. İnşallah yaxşı olar. Onda keçək hələ ki vlog tipli videolarımıza. Gələcəkdə daha maraqlı videolar gələcək inşallah. Dostlar, bir də hal-hazırda Özbəkistanda oxuduğum universitetin adı Daşkənd Dövlət İqtisadiyyat Universitetidir. Mən burada marketing fakültəsində oxuyuram və tədris ingilis dilindədir məndə. Hal-hazırda oxuduğum universitetin yataqxanasında qalıram. Və 4 dənə, mənlə bərabər 4 nəfər bir otaqda qalırıq və bizim hal-hazırda otağın ümumi görünüşünü belə göstərim sizə. Yəni 4 dənə də kravat var. Bura dərs oxumaq üçün stoldur və kompüterim. Ayrı bir video çəkəcəm otaqla bağlı. Otağımı göstərəcəm, yaşadığım əhatəni, mühiti göstərəcəm sizə. Hal-hazırda dostlar Bakıda hava temperaturu təxmini 10 dərəcədir və hal-hazırda Taşkənddə 16 dərəcədir. Yəni bu gün isti olduqca normaldan biraz daha istidir həqiqətən desəm, düzün desəm. Yəni ümumilikdə indi sizə mənzərəni göstərəcəm. Olduğum otağın pəncərəsindən mənzərəni göstərəcəm sizə. Bu hal-hazırda bizim otağın mənzərəsindən belə görsənir. Əslində o qədər yaxşı deyil düzün desəm mənzərə, amma yəni idarə eləmək olar əslində. Orada idman zalı var dostlar və sizə idman zalını göstərəcəm ayrı videoda. Atağımızı bura qoyuruq. Burada yatağanın düz qarşısında gördüyünüz kimi böyük bir idman zalı kimi bir yerdir. Açıq havada idman çox möhtəşəmdir. Səhərləri gəlib burada idman edirəm, üstəlik qaçıram da buralarda. Dostlar, hal-hazırda Korzinkayı alıram. Videonun əvvəlini 2 gün əvvəl çəkmişdim. Düzün desəm bu gün də heç vaxtım olmadı video çəkməyə. Hal-hazırda gedirəm Korzinkaya. Orada sizə market qiymətlərini göstərəcəm. Bəli. Bu hal-hazırda yatağımızın arxa hissəsidir dostlar. Və qarşıda 2 nəfər dostumdur. Biri Qazaxstanlıdır, biri də Azərbaycanlı. Və dostlar, sizə bir şey demək istəyirəm. Özbəkistanı bilmirəm necə təsəvvür edirsiniz. Mən düzün desəm, o qədər də müasir tərzdə təsəvvür edə Özbəkistan. Müasir bir ölkədir dostlar. Şəhəri falan, şəhərin mərkəzində bilmirəm yaşadığıma görədir, yoxsa dostlar, sadəcə sizə bir dənə mənzərə göstərəcəm. Yəni bir dənə bu mənzərəyə baxın. Yəni çox inanılmazdır, yəni mənim gözümdə. Sizin gözünüzdə necə görsənir bilmirəm, amma mənim gözümdə həqiqətində çox inanılmazdır. Dostlar, olduğum ərazini göstərim sizə. Yəni əslində qalsa dostlar, binalar gördüyünüz kimi. Əslində düzün desəm bu binada işıq var idi, maraqlı işıq. Hal-hazırda işləmir, amma gündüz vaxt çəkdiyimdən bir hissəni paylaşacağım indisindən. Dostlar, bu da Korzinkamız. Yəni Korzinkaya gələm hazırda. Korzinkaya gələn kimi bizi qarşılayır bu bananlar. Banan mini, yəni Azərbaycanlılar həqiqət paylaşır burada dilləri. 59 mini bura qoyacam bütün qiymətləri. Burada isə mandalinlər var balaca.
Bunun da kilosu 29.000'dir. Endirimdədir. 39.990-dan 29.990-a düşür. Burada dostlar qırmızı almaları var. Kilosu 20.000'dir. 20.990. Və burada isə dostlar Azərbaycan almaları. Yəni burada görürsünüz Azərbaycan, burada Azərbaycan yazılıb. Kilosu 18.990'dır. Burada da eynisində qırmızı versiyası var. Burada da yaşlı versiyası var. Mesela burada çiğ var gördüğünüz gibi ve kilosu 29.000'dir. Üzümün kilosu 1.990'dır. Burada ise armutlar var 24.000'dir. Dostlar burada ise ananas var gördüğünüz gibi ve bir tanesi 21.000'dir ve Kitay ananası bunlar. Burada ise Özbekistan öz pomidorları var 16.890 kilosu. Burada yaşlı biberlər 24.990. Burası ədiyyat sesi dostlar və burada bizi qarşılayır bizim tarlanın soyulmuş pomidoru və badıncan çürüsü, mangal salatı və qiymətləri burada 28.000 yox 28.990-a budur. 19.000-ə və 16.990-a 990-a isə bunlardır. Və olduqca çox çeşidləri var gördüyünüz kimi. Xiyar turşusu magazin dostlar 17.990'dır. Səhv etmirəmsə bu Atatürk'dür. Burada nə yazıldığını bayaq düşünmürəm, amma bu səhv etmirəmsə Atatürk'dür və qiyməti isə 42.990'dır. Burası isə dostlar balıq hissəsidir. Burada balığın kilosu 89.990. Bu hissədə 139.990 və burada isə hazır doğranılmış versiyalar var. Və burada isə ətlər var dostlar. Kilosu 159.000 olan var, 163.000 olan var, 164.000'ə. Yəni fərqli qiymətlərdə olanlar var. Dostlar, buna gəldikdə isə burada 13.990'adır. 2 kilosu bunun. Hollandiya da bundandır. 2 kilosu 13.990'adır. Və bu da isə makaronların qiymətləri dostlar. Hər çeşit makaron var və stabil qiymət 12.000'dir. 12.990. Yəqin ki bir çoxunuz bu makaronu tanıyır dostlar. Barilla. Olduqca gözəl dadı var və qiyməti isə 15.990'dır. Özbəkistan marketlərində çox gözəl dadı var həqiqətən bunun. Dostlar bu hissəni keçən gündə paylaşmışdım və yenidən paylaşıram. Burada isə kalbaslar var və qiyməti var 34.000 olan kalbasa, 51.000 olan kalbaslar da var, 71.000'ə. Burada isə at ətləri gördüyünüz kimi və bunların qiyməti normal kalbaslardan biraz daha bahalıdır. 219.000, 279.000 olanlar var. Burada dostlar plimenyalar var. Və biz əsasən həmişə bunlardan alırıq düzgün desəm. Yəni plimenya olduqca dadlıdır və təbələr üçün əsas uyğun yeməklərdən biridir. Qiyməti həmişə 35.000 olanlardan götürürük biz. Amma yəni çox növlü qiymətləri var gördüyünüz kimi. 45.000 olan da var, 31.000 olan da var, 63.000 olan da var. Yəni dəyişir. Biz isə stabil olaraq həmişə 35.000-dən götürürük və bundan götürürük bizə bu olan plimenyadan. Ağartlar hissəsinə gəldikdə isə dostlar, burada qatıqın qiyməti 11.690.000'dir gördüyünüz kimi qatıqın və semintanlar var. Burada da müxtəlif qiymətlər var gördüyünüz kimi. Stabil olaraq 26.000 götürək, 26.000 bizim pulla bura qoyacağım. Və yoğurt hissəsində isə bunlarda da yoğurtun dənəsi 4.990 olan da var. Paska formasında olanlar Cipslərin qiyməti 16.990'dır dostlar gördüyünüz kimi. Reis cipslərinin. Və burada 19.990 olan nachoslar var gördüyünüz kimi. Olsa maraqlı dadlar var bunların da. Keçən video çəkdim amma yenidən göstərmək istəyirəm. 10 dənə paskada olan yumurtanın qiyməti 18.990'dır. Və burada 28.990 olan var və içərisində 15 dənə gördüyünüz kimi. Burada isə 30 dənə yumurta olan var, qiyməti 39.000 dostlar. Dostlar burada isə Cola Zero'nun qiyməti 10.790'dir. Məncə təbii evində olmazsa olmazlardan biri də məhz koflərdir ki, yəni həqiqətən də lazımlıdır. Qiyməti 74.000 olan var, böyük qablarda olan.
Bir de kiçik qablarda da var idi, amma səhv etmirəmsə qalmayıb. Hə. Burada kiçik versiyalar var Nescafe-nin. 41 mi nədir? 41.890-dır. Mən həqiqətən tələbə evində kofe çox vacibdir, çünki dərs oxuyarkən ya da səhər tezən duranda dərsdə daha aktiv olmaq üçün YouTube video çəkirdim, ilk videomu çəkirdim. Telefon ilk videodan sındı, tez oldu. Bayaq toza gedirdim, video çəkən yerdə telefon dişlərindən sındı. Ekrana çarpdaq-çarpdaqdır, ekran qaralıb. Hal-hazırda özümü görə bilmirəm kameradan. Çox pis vəziyyətdə telefon dəqiqə. İlk videonu çəkdim, o da başıma belə gəldi. Heç nə xeyirlisi olsun, yəni deyim bana. Sabahlar ustaya gedəcəm, yəni 50 manatdan aşağı olsa inşallah sevinərəm. Yəni Özbəkistandayım düzdür, amma yəni də. İnşallah düz olar, çox da baha olması istəmirəm. Amma mənim üçün də yəqin ki YouTube mənlə telefonla yox, kamera ilə videomu çəkməyimi istəyir. Profesional kamera ilə yox. Ona görə mənə belə bir şeylər heç nə demirəm, sağlıq olsun. İnşallah yaxşı olar. İnşallah telefonumu da düzəltdirərəm. Arxamda Hilton var. Yəni təmiz gedib. Burada da çatlar falan var. Yəni ekran demək olar ki, sensor da zəif işləyir. Yəni vəziyyət budur.